Üçüncü, biz siyasi diplomatik müstəvidə olan gərginliyi burada yeni bir təşəbbüsün ortada olduğunu qeyd edə bilərik. Bu, bizə qardaş olan Pakistan və Türkiyə, eyni zamanda Səudiyyə və Misir tərəfindən ortaya qoyulan dörtlük təşəbbüsüdür. Bu təşəbbüs son 10 gündə ikinci dəfə Ər-Riyaddan sonra İslamabadda ortaya gəldi. Bunlar həm İslam dünyasının, həm də regionun aparıcı dövlətləridir. İranla da, Birləşmiş Ştatlarla da kifayət qədər deməli, sıx bağlantıya malik dövlətlərdir və bundan əvvəl müəyyən hazırlıqlar aparılmışdır. Hətta BMT səviyyəsində, Avropa İttifaqı səviyyəsində Pakistanın və bu dörtlüyün təşəbbüsünə bir dəstək ortada var. Deməli, indi olmadığı qədər yeni bir diplomatik təşəbbüs ortaya qoyulub ki, həmin sadaladığımız sahələrdəki deeskalasiyaya töhfə verilsin. Yəni, hərbi əməliyyatlar ətrafında olan məsələlər və yaxud da ki, enerji ilə bağlı məsələlər, digər məsələlərdə o deeskalasiyaya nail olunsun. Çox çətin vəzifədir, amma alternativ bir vasitəçilik də yoxdur. Yəni, bugün real olan vasitəçilik həm də İranın müəyyən qədər etibar edəcəyi aktorlar tərəfindən ortaya qoyulan bir təşəbbüsdür. Çünki gəlin götürək təkcə Pakistanı. Pakistanın 900 kilometrlik İranla sərhədi var. Təhlükəsiz nöqteyi nəzərindən İranda sülhün olması bu dövlətin də marağındadır, qardaş Türkiyənin də marağındadır.